İnanmayacaqsınız, amma bu möhtəşəm şokoladlı keksin tərkibində nə yumurta, nə də ki süd var. Həm çox büdcəli, həm də inanılmaz dərəcədə dadlıdır. İlk olaraq bizə 2 ədəd banan lazım olacaq. Bananlar nə qədər yaxşı dəymiş olsa, keksimiz də bir o qədər şirin və ətirli alınacaq. Çəngəl ilə bananları püre halına gətiririk. Daha sonra üzərinə şəkər tozu, duru yağ əlavə edirik. Onu da hissə-hissə ələyirik və üzərinə kakaonu da ələkdən keçirərək əlavə edirik. Və indi isə hamısını yaxşı-yaxşı bir kütlə halına gələnə qədər qarışdırırıq. Baxın, nəticədə belə bir qatı xəmir alınmalıdır. Əgər sizdə də belə xəmir alındısa, demək ki, hər şeyi düz etmisiniz. Və əsas məsələ sonda sodanı əlavə edirik. Soda mütləq sonda əlavə olunmalıdır ki, keksimiz yaxşı qabarsın. Və soda xəmirə acılıq verməsin deyə sirkə ilə söndürüb əlavə etmək lazımdır. Sirkənin əvəzinə limon suyundan da istifadə edə bilərsiniz. Keks qəlibini əvvəlcədən yumşaq kərə yağı ilə yağlayıb biraz unlayırıq. Daha sonra xəmirimizi bura əlavə edirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 45 dəqiqə ərzində bişiririk. Və budur dostlar, artıq hazırdır. Keksimiz bişən zaman evi banan və şokoladın ətri bürümüşdü. Tam soyduqdan sonra qəlibdən çıxardırıq. Sonra da üzərinə istəsəniz zövqə görə biraz əridilmiş şokolad da gəzdirə bilərsiniz. Şokolad bu keksin həm görünüşünü, həm də dadını da daha da zənginləşdirəcək. Bu əslində dietik brownie reseptidir. Pəhrizdə olanlar üçün çox gözəl bir variantdır. İndi isə gəlin kəsiminə birlikdə baxaq. Görürsünüz, tərkibində nə yumurta, nə də süd olmamasına baxmayaraq, içərisi süngər kimi məsaməli və nəmlidir. Hər dişləmdə bananın təbiiliyi və şokoladın o zəngin dadı dilinizi oxşayacaq. İnanın mənə, heç kim bu keksin bu qədər sadə ingrediyentlərlə hazırlandığına inanmayacaq. Bugünlük bu qədər. Videomu bəyənib abunə olmağı unutmayın. Hələlik.